Biz nə edəcəyik? Biz onluq say sistemində verilən ədədi müxtəlif say sistemlərindən ifadə edəcəyik. Məsələn, ədəd verilib onluq say sistemində, məsələn, kiçik ədədlərdən başlayaq da 23 ədədi. Və təbii ki, bunun indeksində biz 10 yazmalıyıq ki, bilək ki, hansı say sistemindədir. Biz bunu ikilik say sisteminə çevirəcəyik. Bir ədədi hər hansı bir say sisteminə çevirmək üçün müxtəlif yollar var. Amma mən sizə ən çox məşhur olanı, belə el dili ilə desək, dədə-baba yolunu deyəcəm. E, yenə deyirəm, yollar çoxdur, amma belə deyim də, ən rahatını deyim sizə. Ədədi, Bəli, məsələn, hansı say sistemi söhbət onluqdan keçməkdən gedir, ha? Başqa say sistemlərində qayda başqadır. Ədədi bəli, hansı say sisteminə çeviririksə, onu, həmin ədədi çevirəcəyimiz say sisteminin əsasına budaqlı bölməklə, yəni buna riyaziyyatda ağaclı bölmə də deyirlər, bölə-bölə gedəcək. Ta o vaxta qədər böləcək ki, bu ədəd balacalaşıb olsun sıfır. Sıfır olanda artıq bölməni dayandıracaq və bölmə zamanı alınan qalıqları, qalıq rəqəmləri aşağıdan yuxarıya doğru, yəni altdan yuxarıya, yuxarıdan aşağı yox ha, altdan yuxarıya doğru yan-yana yazacaq. Məsələn, gəlin bunu praktik olaraq edək. 23 ədədini biz budaqlı bölməklə böləcəyik 2-yə. Axı niyə 2-yə böldük? Çünki ikili say sisteminə keçirik. Baxın, göstərmişəm. bəli. 8-liyə keçsəydik, 8-ə bölərdik. 16-lığa keçsəydik, 16-ya bölərdik. 2-liyə keçirik hələ ki. Bəli, 23 ədədi 10-la 2-yə bölündə nə düşər? 11 dəfə. 12, 12 dəfə yox, 11, 11 dəfə. 11 dənə 11, 2 aha, eləyər bəli. 22. 23-dən 22 çıxanda qalar 1. Bu 11-dən əl çəkən deyiləm. Bu 0 olana qədər bunu böləcəm. Hı 11-i hı, 2-yə bölərəm, düşər 5 dəfə. 5, 5 dənə 2-im 10, qalığım qalar 1. Çıxıram da bundan. 5-i böləcəm 2-yə, düşəcək 2 dəfə. 2 2-im 4, qalığım 1. 2-ni 2-yə böldüm, düşdü 1 dəfə. Bir dənə 2-im 2, qalığım 0. Və 1-i də böldüm 2-yə, düşər 0 dəfə. 0 dənə 2-im 0, qalığım qalar 1. İstəyirəm yenə böləm, gördüm ki, yox, da 0 olanda da söz vermişəm, axı dayanacam. Sonra nə bəli. edirəm? Sonra bu qalıqlar ki var ha, bunları bax bu Baş, formada altdan yuxarı yaza-yaza gələcəm. Nə idi? 1, 0, 1, 1, 1, 1, 1 1. yan-yana yazdım. Bəli. Deməli, bizim 23 onluq say sistemində 23 hesab etdiyimiz ədəd, deməli, ikili say sistemində 1, 0, 1, 1, 1 ədədinə çevrildi. Yəni, 2 rəqəmli ədədimiz 5 rəqəmli ədədə çevrildi. Bunun qaydası budur. Məsələn, Bəli. başqa bir ədəd deyək. Məsələn, olsun neçə ədəd? Olsun 8 ədədi, məsəl üçün. 18 ədədini keçirdəcəm ikili say sisteminə. 18-i budaqlı bölməklə bölə-bölə gedəcəm. 18 2-yə 9 dəfə. 9 Müəllim, bəlkə başqa üsulla eləyək. Başqa üsulla da olur da məncə. üsullar Eləmi? çoxdur O müəllimə. üsul. İndi sizə, Bəlkə o biri yolda məsələn, qüvvətlər öyrət. üsulu var. Qüvvətlər üsulu məncə sizə biraz çətin gələr. İndi mən icazə verin bu üsulu da bunu bitirim. Aha, Digər üsulu bəli. sınayarıq. İndi hansı uyğun olarsa onu edərik. Yaxşı. 18-dən 18 çıxanda 0 qalır. Bəli. 9-dan 2 4 dəfə düşər. 8 qalar 1. 4 2-yə 2 dəfə. 2 dəfə düşər. Deməli 2 2 4 qalar 0. 2 2-yə 1 dəfə. Bir dənə 2 2 qalar 0. Bir də 2-yə 0 dəfə qalar, birdən də 0 çıxanda 1. Və bölmə dayandı. 1 0 0 1 0. 1 0 0 1 1, 0. 0. Bəli, ədədimiz oldu belə. İndi başqa üsul çoxdur. Başqa üsul biri budur ki, ədədi sağdan sola 2-nin qüvvətində yaza-yaza gedəcək. 18-dən böyük olmamaq şərti ilə. Balaca olsa da olar. Məsələn, 2 üstə 0 eləyər 1. 2 üstü 1 2. 2 üstü 2 4. 2 üstü 3 8. 2 üstü 4 16 və dayandım. Niyə dayandım? Növbəti 2 üstü 5 32 olar axı. Amma biz 18-dən böyük olmamalıdır axı. Dayandım. Bu formada yazdıq.
İndi 18-i almaq üçün, bax 18 almaq üçün hansı ədədləri toplasaq bunlardan 18 alınar? Hansını toplasaq? 16 16-nın ilə üstü 2. 2-ni toplasaq eləyər. Deməli Bəli. 8 ilə 4 və 1 toplamada iştirak eləməyəcək. Hansı ədəd toplamada iştirak elədisə, onun yerin altından bir əvəzinə 1 yazıram. İştirak etməyənə O 0. biləndə də 0. 0, 0, 1, 1. Bax görürsünüzmü? Həmin cavabı aldım. Yox, mən 1-ə də 1 yazırıq. Üzr istəmir 0, 0, 0. Eyni Aha. cavabı aldıq. Amma fərqli üsullarla aldıq. İndi bu üsul əslində yaxşı üsuldur. Mən demək olar ki, bu üsuldan istifadə edirəm öz test falan həll edəndə. Amma burada da yüksək riyazi hesablama tələb olunur. Məsələn, böyük ədədlərdə çətinlik yaradacaq o bizə. Hə, bizim yəni sürətli riyazi hesab. Bunun üçün biz həm qüvvətləri bilməliyik, həm də yüksək hesablama qabiliyyətimiz olmalıdır ki, biz bu tipli ədədlərdə çətinlik çəkməyək. Məsələn, tutaq ki, mən yazıram ki, məsələn, 745 ədədi var. Bu ədədi keçirdirəm hara? İkilik say sisteminə. Bəli, gəlin başlayaq. Sağdan sola doğru yazıram. 2 üstü 0, 1, 2 üstü bir, 2, 2 üstü 2, 4, 2 üstü 8, 2 üstü 4, 16, 2 üstü 5, 32, 2 üstü 4, 64, 2 üstü 5, 128, 2 üstü 6, 2 üstü 7, 128, 2 üstü 8, 256, 2 üstü 9 da nə eləyəcək? 512. 512. 2 üstü 10'u yazmayacaq, 1020 eləyəcək. İndi bax bu ədədləri mənə veriblər. Bəli. Deyirlər ki, Razım müəllim, 745-i yarat. Hansılar götürüm? Mən burada nə edəcəm? 512-ni götürəcəm. Aha. Bəs 256-nı götürəcəmmi? 512 ilə 256-nın cəmi deməli 745-dən çox eləyər. Düzdürmü? Onda bunu Hə, götürəcəm. buyurun. İndi mən 120 görüm 128 götürəcəmmi? 512 bu da 100. 612 burada 8'imiz də var. Deməli 620 bu da 20. 20. 640. Hə, bunu 600. götürdüm. 640. İndi 64. 640-ın üstünə 64 gələndə nə eləyər? 640-ın üstünə 64 gələndə eləyər 640 idi də düzdürmü? 704. Hə, bunu da götürdüm. İndi mənim 45'im qaldı. 704, 41 qaldı da orada. 41 almaq üçün mənə 32 lazımdır. 9 qaldı. Çıxıram da. 9 almaq 8-dən 1 qaldı. Və 2, 4, 16 lazım olmalıdır. Deməli, bunun yerinə 1, 0, 1, 1, 1, 0, 1, 0, 0, 0, 1 yazdım. Deməli, oldu necə? 101, deməli, 11, 0, 1, 0, 0, 1. 1001. Bəli. İndi məncə bu üsul sizə belə çətinlik yaradar. Böyük Yox, mən ədədlərdə burada bilirsiniz nəyə başa düşmədim? Bax bu 512 var ha. 512-nin üstünə biz gəlməliyik 256-nı, düzdürmü? yox, 512 üstünə 256 isə 745-dən çox eləyər axı. Hə, o 745-dən çox elədiyi üçün biz 256-nın üstünə xətt çəkirik. Bəli, Mənfi çəkirik. bəli, Düzdürmü? bəli. İndi sonra biz 256-nın üstə 128 gələcək, yoxsa 512-nin üstə Yox, 512-nin 128 üstünə gəlməliyik? gələcək. 512. Müsbətin, yəni üstünə müsbət Bəli, bəli. gəlməliyik də. 512-nin üstünə gəldik. O da 128. elədi onda 640. 640 elədi. Bəli. Sonra 640-ı gətirəcək 64-ün Bəli, üstünə. 64 gələcək, eləcək 704 elədi. O da götürürük. 704 bəli götürdü. 704-ün üstə 32 gələndə eləyər Bəli, 736. İndi biz bura o da 16 gələ götürürük. bilmərik. 16 gəlsək 736 ilə 16-nın cəmi 752 eləyər. Amma bizim ədədimiz 752-dən balacadır. 16-nı çıxdıq. Hı. Ona görə də mənfi qoyuruq. Bəli, Aha, 8 gəlsək. 8 gələndə eləyər nə qədər? 744. 4 gəlsək 748 eləyər, ədədimizdən böyükdür. Gəlmədik. aha, 2 gəlsək 746 eləyər, bundan böyükdür. Gəlmədik, amma bəli. 1 gəlməliyik. 1 də gələndə, deməli 1 də gəldik, elədik 745. Yəni biz, belə deyək də, bu ədədlərin köməyi ilə bunu yaratmalıyıq. Məsələn, tutaq 740. Hə, X-i yaratmalıyıq da. 745-i yaratmalıyıq da, məsəl üçün. Tutaq 745. ki, Aha, məsələn, bizə müəyyən qədər manatlıq, 5'lik, 10'luq, 20'lik və s. və s. pul verilib, əskinaslar verilib. Deyirlər, bunlardan istifadə etməli bizə
Məsəl üçün 745 ədədini yarat. 745 manat düzelt burada. İndi mən fikirləşmədim ki, neçə manat qoymalıyam, neçə beşlik qoymalıyam, neçə onluq qoymalıyam ki, ondan çox olmasın, az da olmasın da. İndi bizim əlimizdə olan bax bu rəqəmlərdən istifadə etməklə 745-i yaratmalıyıq. İndi hansı rəqəmlər lazımdırsa, onu biz nə etməliyik? Riyazi Üstəgəl. hesablamalarla tapmalıyıq. Bəli. Əslində bu asan gəlir müəllim mənə bölmədənsə. Böyük ədədlərdə amma çətinlik yarada bilər də. Böyük ədədlərdə çətinlik yarada bilər. Bir də elə ədədlər var ki, onlar 2-nin qüvvətində yazılır. Məsələn, tutaq ki, mənə verib ki, 32 ədədini verib, onluqda verib. Deyir, bunu ikili say sisteminə çevir. Mən bunu 2 üstü 5. bölüb vaxtımı niyə itirirəm ki? Bunu 2-nin qüvvətinə yazaram. 2 üstü 5 yazaram. 2 üstü Bəli. 5 yazandan sonra qüvvətə yazılır axı. Bir dənə 1 Aha. yazıram. Qüvvətdə nədirsə onun saqilə 0 yazıram. 1, 2, 3, 4, 5. Bəli, bu qədər sadə. Qurtardı getdi. Yəni bölməyə ehtiyac yoxdur. Aydındır. Ümumiyyətlə o tutalım ki, 10-luq, 8-lik verirlər ha. Məsələn 32 yazdınız da indi. O məsələn 2 üstü 5-dir. Hı -hı. O verdiyi bütün rəqəmlər hamısı 2-nin qüvvətləri olur. Bəs onu deyirəm də, ancaq bu qayda ancaq kimin qüvvətlərinə aiddir. Yox. Hə, Hamısı bu hansı 2-nin olursa, bəli, qüvvətləridir. ona aiddir. Məsələn, tutaq ki, 23 yazıb. 23. Axı 23 2-nin qüvvətində yazılmır. O zaman bu Deyil. qayda Bəli. orada işləmir. Biz onda 23-ü ya bax beləsinə budaqlı bölməklə belə keçirdəcəyik. Ya bu üsulla keçirtmək lazımdır. Ya belə qüvvətlər üsulla keçirtmək lazımdır. Ya da 23-ü 2-nin qüvvətlərindən parçalanan ədədlərin cəmi şəklində göstərməliyik. Məsələn, 23-ü necə yaza bilərəm? 16 2 üstü plus 4. 4 plus 2 plus 1 şəklində parçalaya bilərəm. Bunların cəmi 23 versin də. İndi mən niyə sırf bunlar formasına yazdım? Çünki bunlar hamısı 2-nin qüvvətə yazılan ədəddir. 16 2 üstü 4-dür. 4 4-də 2 2 üstü üstü 2-dir. 2-dir. 2 elə 2 üstü 2 üstü 1-dir. 1-dir. Bir də 2 üstü 0 1 də 2 deməkdir. üstü 0. 2 üstü 4 bir yanda 4 dənə 0 deməkdir mənimə. Və yazıram bura. Bir Bəli. yanda 4 dənə 0. 1, 2, 3, 4. 2 üstü 2 bir yanda 2 dənə 0 deməkdir. Bu buradan yazım. 1, 2, 3, 4. 2 üstü 2 bir yanda 2 dənə 0 deməkdir. 2 üstü 1 bir yanda bir dənə 0 deməkdir. 2 üstü 0 isə bir dənə 1 deməkdir. Yanında 0 yoxdur. Və bunları alt-alta toplasam, həmin yerdə alıram. Bir dəqiqə düzüm aldıq. 1, Hamısı 1-1 olur 1, ki, müəllim? 1, 1, 1, 2, 3, 4. Hə, 1-1, hə, bildim. Elə bir nəsə Sıfırları saymırsınız da. 8. Burada neçə eləyər? 4, 12. Elə bir düz getmədi. Yaxı, bu bir də baxaq. 16, 4, 20, 22, 23. 16, 204. Bir yanda 3 dənə yazmışam. Bax, görürsünüzmü? Burada texniki səhvlər etmişik. Gördüyünüz günün yorğunluğundandır. Onu deyirəm də düz Hı. ola bilməz. Bir yanda 4 dənə 0. 2 üstü 2 bir yanda 2 dənə 0. 2 üstü 1 bir yanda bir dənə 0. 2 üstü 0 da elə bir dənə 1. Ta yanında 0 yoxdur da. 1, 1, 1, 0, 1. Ədədə aldım bax belə. Bu da bir üsuldur. Müəllim, o sıfır hardan aldınız bəs? Nəyi? Altda 1-dir. Sıfır hardan aldınız? 3 dənə 1-dən sonra. Onda o ən üstdəki Hansı sıfır 10 mənimə? minin. Və yazınız siyah altda müəllim 10, bir də 111. Yo, Mənimə yo, altta düşün zəhmət olmasa. baxın 2 üstü 4-ün yerinə bir dənə 1 4 dənə 0 yazdım. 1 2 3 4. 2 üstü 2-nin Hə, yerinə bir deməli o dənə 1. sıfırlar ona görədir. Hə, Bəli, bir bildim. dənə 1, 2 dənə 0. 2 üstü 1, bir dənə 1, yanında bir dənə 0. Qüvvətin sayı da 0. 2 üstü 0 isə bir dənə 1, yanında 0 dənə 0. Yəni 0 olmasın da o deməkdir. Aydındır. Və Hə, bunları da hə, alt-alta bildim. topladım, bunu aldım. Bu da bir üsuldur. Yəni üsullar çoxdur. İndi mən bunu hamıya demirəm. Niyə demirəm? Adam var Bəli. birini öyrəşir, birini öyrəşir. Hı Başqa -hı. üsul deyəndə nə onu yaratmır, nə bunu yaratmır. Amma Hı. indi siz mənə dediniz başqa üsuldur, mən də deyirəm. Yəni mənim fikrim var idi ki, elə bir üsulla gedək. Yəni biri ilə getsə, yəni hər bildiyimin hamısını deyirəm. İndi sizə hansı rahatsa, indi videoya da baxacaqsınız da, həmin üsulla yazın getsin. Əsas odur ki, bizə cavab lazımdır da, düzdürmü? Bizdən soruşmurlar ki, burada Nərmin xanım hansı üsulla tapdı. Əsas odur ki, tapdı. Bəli, bizə o lazımdır. İndi bu üsullardan hansı sizə uyğun olarsa,
o üsuldan istifadə edərək taparsınız. İki üstülər mənə rahat gəldi. İki üstülər, məsələn, tutaq ki, 128 ədədir. Mən 128-i niyə əziyyət çəkib bölürəm? 128 küsü İki 7 üstü 7. bir dənə 1 yazacağam, 7 dənə 0 yazacağam. Məsələn, tutaq ki, Hə, e, 256 ədədir. 256 2 üstü neçədir? 2 üstü 8. 8-dir. Bax, bir dənə 1 yazacağam. Qüvvətin saqilə 0, 1, 8-dən də 2, 0. 3, 4, 5, 6, 7, 0. Bəli, sıfırlar qüvvətin saqilə olur. Bəs indi sual verə bilərsiniz ki, mən burada niyə 1 yazıram? Bir Çünki də çünki bir bir dənədir. olmasa, müəllimə, bu bir olmasa, bunun Bəli. ədəd olmur axı. Mənası olmur da. Hə, İstəyir düzdür. milyon dənə sıfırın olsun, onun yanında bir olmasa, o heç bir şey əhəmiyyət kəsb eləmir. Gərək onun qarşısında bir olar ki, bu ədədə çevirir, ədədə oxşayar. Hı, Məsələn, bu onluq say sistemindən ikili say sisteminə keçmə qaydasıdır. İndi hansı üsul dedim də, indi bax, hansı üsul sən rahatsa onunla elə. Bir də var, məsələn, gəl indi onluqdan 8-liyə keçək. Məsələn, onluqda verilib 147 214 ədədi. Məsələn, deyir ki, ay Nərmin xanım, bunu keçir 8-li say sisteminə. Bəli. 214-ü bu dəfə 8-ə bölə-bölə gedəcək. Niyə? Çünki 8-ə keçirəm axı. 21 bəli. 8-ə neçə dəfə düşər? 2 dəfə. 16. 21-dən 16 çıxdım 5. 4-ü gətirdim bunun yanına. 54 8-ə neçə dəfə düşər? 6 dəfə. 7 6. dəfə düşsəydi 56 eləyərdi də. 54-dən çox da axı. Bu eləyər nə qədər? 48. 54-dən 48 çıxanda nə qalır? Qalığımız 6. 26-nı bir də böləcəm 8-ə. Neçə dəfə düşəcək? 3 dəfə. Bu eləyəcək 24. Qalıq qaldı 2. 3 8-ə bölünəcəm neçə dəfə? 0 dəfə. 0-dan 8-im nə qədər elədi? 0 elədi. 3-dən də 0 çıxanda 3. Bu 0 olanda dayanıram. Sonra bu qalıqlar ki var, bu qalıqları Bəli. altdan yuxarı yazdım. 3, 2, 6 idi də, həmi? 3, 2, 6 və salam. Bu da oldu mənim ədədimi onluq say sistemindən 8-ci say sistemə 8 keçirmək. deyir. Biz buna Bu da 326 oradakı deyə bilmərik əslində. hə, 326 neçə deməli. deyərik də? Bəli. 326-nı harda deyə bilərik? Onluqda. Niyə? Çünki orada 3 dənə onluq var, 3 dənə yüzlük var, 2 dənə onluq var, bir dənə də təhlik var. Burada isə fərqlidir də, yəni onluq yoxdur axı. Məsələn, Bəli. başqa bir ədəd olsun, məsələn, neçə deyək? 893 ədədi onluqda verir. Deyir, bunu keçir 8 deyə. Bölürük. Bəli. 893-ü bölürük 8-ə. 893 bölünsün 8. 89, 8, 89 8 nə düşər? 9, 11 dəfə bölürük. 11 dəfə. 11 dənə 8-im 88 eləyər. Qalar 1. 13 8-ə 2 neçə dəfə dəfə düşər? şöbə aşağı. 1 dəfə. Bir dənə 8-im 8. Qalar 5. 111-i gəlin bölək 8-ə. 111 8-ə neçə dəfə düşər? Deməli, 14 dəfə nə qədər eləyər? 14 112, dəfə 13 düşür. dəfə düşsün. 3 8-im 24, 2 yadda, 1 8-im 8, 2 də 10, 104. 111-dən də 104 çıxanda qaldı 7. 13-ü bir də böləcəm 8-ə, bir dəfə düşəcək. Bir dənə 8-im 8 qaldı 5. 1-i böləcəm 8-ə, 0 dəfə qaldı 1. İndi qalığım nə oldu mənim? Qalığım 1 oldu, 5 oldu, 7 oldu və 5 oldu. Yazaq yan-yana 1, 5, 7, 5. Bu da oldu onluq say sistemindən 8-li say sisteminə çevirmək. Aydın oldu mu? Bəli, müəllim. Nə aydın olmadı? Sizə qaranlıq qalan nə varsa buyurun. Yox, müəllim, aydın oldu. Qəşəng. İnşallah videoda baxın. Bax. İnşallah. Bizdə müəllim ancaq qalıqlı bölmə öyrədib. Yəni başqa üsullarını heç deməmişdi, heç bizə bildirməmişdi. Mən özüm elə YouTube-da baxırdım. Görüm ən sadə üsullar hansıdır.
Amma tam yadımda Üsullar qalmamışdı. çoxdur. Üsullar çoxdur. Üsullar çoxdur. Hə. İndi müəllimə gəlin bir dənə də onluq say sistemindən 16 say sisteminə keçməyi yoxlayaq. E, Bəli. ixtiyari bir ədəd deyin. Nə deyirsiniz deyin də. Neçə rəqəm deyirsiniz deyin. 945. 945, bəli. Onluq say sistemindən keçəcəyik 16-lıq say sisteminə. Nə edəcəm? İşte bu 945-i İkiyə bu böləcəksən. bölməylə 16-ya bölə-bölə gedəcəm. Hə, 94-ün 16 üstündə dəfə. 16, bəli. 94-ün üstündə 16 5 dəfə. 6 dəfə 96 eləyər, amma 94 daxil 5-dən 16 nə qədər elədi? 8-dən. 94-dən 14 çıxanda, 94-dən 80 çıxanda 14 qaldı. 5-i də Ha, gətirdim bunun yanına. 145. 145-in içində 80 nə qədər? Deməli, 80. üzr istəyirəm, 145-in içində 16. Deməli, 8 dənəsi 128 eləyər. 9 dənəsi 9. 90, 99 altında 54. Əla. 144. 9 dəfə düşər onda. 9'da. 9 altım 54. 5 kağıtda 9 bölüm 9. 5'də 14. 144. Qalığım qaldı 1. 59-un tərsindən bir də 16-ya bölürəm. 3 dəfə 48 eləyir. 59-dan 48 sana nə qalır? 11. 3-ü də böldüm 16-ya. 0 dəfə qalığım oldu 3. İndi nə edirəm? İşte qalıqları yan-yana yazacağam. Cevap. Baxın, 3 qalıqlarım hansıdır? Gəlin bunu fərqli rənglə işarə eləyək. Bax, 3 idi, 11 idi, 11. bir də 1 idi. 1. Bəli. İndi birinci 3-ü yazdım. İndi bura mən nə yazacağam? 11 yazmayacaq. Ora rəqəm yazacaq müəllim. Ədəd A. yazacağam. Bəli. B-ni B yazırıq. yazacaq. Çünki axı biz Hə, yuxarıda A 10 gedib yazırıq. B Latın yazırıq 11. əlifbasından ağız açıb Aha, hə. yazmışıq. Bax, burada bax, 11-in yerinə B yazmışıq. Bəli, yazdım B. Bəli. B yazdım. Ondan sonra deməli bir də şeylə bildim büyüdür də vəssalam. Bu da oldu. 1. Aha. 16 sayısı və indeksi də mütləq yanında olmalıdır. Ki biz baxa Bəli. bilək ki bu hansı say sistemidir. Ee, birini də yazım. İstəyirsiniz hansısa bir ədəd istəyirsiniz deyin. İndi deyək. Bəli. Ha, 666 olar müəllim. Bunlar Eyni rəqəm. olar. 666 666 bölü 16. bölərdim 16-ya. 66-nın üstə 4 dəfə 64, 2 dəfə. 26 16-ya düşər nə qədər? Bir dəfə. Bir dəfə. Bir dənə 16 16, qalığım qaldı 10. 26 16 10 qalır. 41 16-ya 2 dəfə. 32 eləyər, qalıq qalar 9. 2 16-ya 0 dəfə, qalıq qalar 2. Vəssalam. Birinci 2-ni yazacağım. Sonra 9-u 9. yazacağım. Onun da yerinə nə Sonra yazacağım? A A. yazacağım. Bəli. Bu da oldu 16 baş. mənim ədədim. 16 sayısını yazışı. Məsələn, 666 ədədi onluq sayısında təsvir olunmuşdu. Biz onu 16-lara çevirdik. 2, 9 A ədədinə çevirdik. Hı -hı. Nə aydın olmadı? Heç nə müəllim. Çox gözəl izah elədiniz. Əla. İndi qalıb test işləməyim. Görək testi Bəli, tətbiq eləyə bilərəm. bəli. Bir də məsələn, gəlin bu məsələyə toxunaq. İkili say sisteminin hər bir rəqəmi, yəni ikili say sistemində 2 rəqəm var da, 0 var, 1 var. Bəli. Kompüterin yaddaşında bir bit yer tutur. Çünki 2 üstü 1 deməkdir müəllimə. Ona görə bu yaddaşda bir bit yer tutur. Məsələn, sizə ikili say sistemində neçə rəqəmli ədəd versələr, desələr ki, bu ədəd kompüterin yaddaşında nə qədər yer tutur? Siz o rəqəmləri sayıb bir bitdən götürəcəksiniz. Məsələn, 5 rəqəmdirsə 5 bit, 3 rəqəmdirsə 3 bit, 10 rəqəmdirsə 10 bit. Elə bir ki, biri 1 manatdan, ekran görünürmü?
Bəli, müəllim. Biri 1 manatdan 4 dənə qələm alanda 4 manat, 10 dənə qələm alanda 10 manat verirsən. Məsələn, Bəli. yazılsa ki, 1, 0, 1, 1, 0, 0, 1. İkili say sistemində verilir və nə qədər yer tuturduğunu soruşur. 1, 2, 3, 4, 5, 6, 7 dənədirsə, olur nə qədər? 7 bit. İndi mən sizə bir sual verim. Bir Bəli. bayt boş yerə ikili say sisteminin neçə dənə rəqəmini yaza bilərəm? Necə bir bayt e, Bəli. ikilik say sistemində neçə dənə Bir yaza bayt bilərik? boş yerə, bir bayt boş yerə ikili say sisteminin neçə dənə rəqəmini yaza bilərəm? Elə 2 dənə də müəllim. Bir bayt neçə bit eləyir müəllimə? 8. Aha. Bəs ikili elə bir ki, bax gəlin belə danışım. Gedirəm qələm almağa. Soruşuram ki, qardaş, neçəyə satırsan deyə birim 1 manata. Mən də baxıram pul qabıma, görürəm mənim 8 manat pulum var. Və mən öz-özümə düşünürəm, bu 8 manata görəsən o 1 manatlıq qələmlə neçədən ala bilərəm? Sizcə neçəsini Bir alsam? manat. Biri 1 Bir manatlıq manat qələmin, məndə 800 qələmlə manat pulum var. Neçəsini ala bilərəm? Pulum neçəsini çatar? elə 8-nə. Hı. Bəli. Deməli, bir bayt boş yerdə 8 bitdi. İkili sayısının bir simvolda 1 bitdi də. Deməli, 8 dənə yerləşər də mənim. 8 Bəli. dənəsi yerləşər. Aydındır? 8 Bəli, dənəsi. müəllim. Ee, Bəs 8-li say sisteminin bir simvolu yaddaşda nə qədər yer tutur? 8-li say sisteminin bir simvolu yaddaşda bir rəqəmi, yaddaşda 3 bit yer tutur. Niyə 3 bit yer tutur? Çünki 8 2 üstü 3'dür ona görə. Məsələn, 76 ədədi yazmışam. Əslində bu kompüter bu sistemlə işləmir. Bu nəzəri məlumatlardır. İndi o əslində bu bir dərin mövzudur. İndi bizə üzdə olandan danışırıq da. Yəni kitabda sual nə Bəli. düşürsə ona verin. Deməli 8-li say sistemidirsə, hardan bildin bu 8-li say sistemidir? Bu qərara necə Çünki gəldin? 6 8-lik say sistemində var. Yox, nə olsun var? Bəlkə onluq say sistemidir. Biz bunun 8-li say sistemin olduğunu necə bildik? Nəyə əsasən bu qənaətə gəldi ki, kim dedi bu 8-li say sistemidir? Hardan bildik bunu? Sizcə? Axı biz bunun Nə? indeksinə 8 yazmışıq. Demək, Bəli. nömrəsinə yazmışıq axı. Düzdürmü? Hə, növ. Nömrəsinə görə. Bəli. Hə, 8-li say sistemidirsə, bunun bir rəqəmi nə qədərdir dedik? 3 bit. Yəni 3 bitdir. Deməli, bu neçə rəqəmlidir? 2 rəqəmlidir. 3. Deməli, bu da 3 bit tutacaq, bu da 3 bit. İkisi nə tutacaq? 6 6 bit. bit. Deməli, mənə bir ədəd verilsə, deyilsə ki, bu ədəd kompüterin yaddaşında 8-likdə verilsə, ha, 8-likdə söhbət gedir. Nə qədər yer tutur? Mən nə 3. edəcəm? Onun rəqəmlərini sayıb 3-ə vuracaq. Aydındır? Heç müəllim lap rəqəmləri sayıb vurmasaq da təxmini məsələn bilirik ki 3 bitdir də. Məsələn 76-da 7 3 bit tutur, 6-da 3 bit tutur. Bəli, 2 rəqəmli olduğuna görə 6 bit. 3 rəqəmli olanda da 9 bit. bəli, 10 rəqəmli olanda 30 bit. Bu formada tapacaq mənim. Aha. Hə, 16-lıq say sistemində isə 16-lıq say sistemində isə mənim bir simvol 4 bit olacaq. Niyə 4 bit 8. olacaq? Çünki 16 4 2 üstü 4 axı. Məsələn, Hı yazsa -hı. ki, bura indi 76 yazmışdım, düzdürmü? 7, əslində 76 deyil də 7 6-dır. 7 6 16 yazanda onda bunun hərəsi 4 bitdən nə qədər olacaq? 8 bit. 8. Elə bir ki, biri 4 manatdan 2 dənə kitab alıram və mən satıcıya 8 manat pul verməliyəm. Yəni, qısası, əgər ədəd ikili say sistemindədirsə, rəqəmlərin sayını 1-ə vuraq. 8-li say sistemindədirsə, rəqəmlərin ümumi sayını 3-ə vuraq. 16-lıq say sistemindədirsə, rəqəmlərin Bəli. ümumi sayını 4-ə vuraq. Aydındır? Bəli. Bəli, müəllim. İndi 5 rəqəmli olsa, deməli 4-dən 20 olar. 10 rəqəmli olsa 40 bit olar. 3 rəqəmli olsa 12 bit olar. Çünki 4 12. Bəs birdən ədəd onluq say sistemində olarsa, məsələn, biz onda necə taparıq? 76 onluqdadır.
Hə, burada biraz fərqlidir. Çünki 2-ni də 2-nin qüvvətində yazmaq mümkün idi. 8-i də mümkün idi və 16-nı da mümkün idi. Amma 70-ə axı onluğu yazmaq mümkün deyil. 10 2 üstü neçə eləyir? Bəs onda qayda belədir. Əgər həmin ədəd 2-nin qüvvətində yazıla bilirsə, onun yaddaşda tutduğu yer qüvvətdən bir bit artıq olacaq. Məsələn, 32 ədədi onluqda verilib. Axı bu ədəd 2-nin qüvvətinə yazıla bilir, 2 üstü 5-dir. Deməli, bu yaddaşda qüvvətdən bir bit bir dənə artıq tutacaq. Deməli, yəni qısa şəkildə ədəd əgər 2-nin qüvvətinə yazılırsa, qüvvətdəki rəqəmin üstünə bir bit gəl, bir gəl, nədirsə o qədər tutur müəllimə. Məsələn, tutaq ki, 4 rəqəmi, 4 ədədi. Onluqda verilib. 4 2 üstü 2 olduğuna görə bu yaddaşda 3 bit yer tutacaq. Qüvvətin üstünə 1 gələcək. 3 bit. Məsələn, 8-dirsə, 8 2 üstü 3 axı. Olacaq nə qədər? 4 bit. Məsələn, 1024 ədədirsə, axı 1024 2 üstü 10-dur. Deməli, bu yaddaşda nə qədər tutacaq? 11 Bəli. bit. Yəni, üstünü tapırsan, üstünə də 1 əlavə edirsən. Hansı halda ədəd 2-nin qüvvətində yazılarsa. Yox, yazılmazsa bəs necə? Axı bütün ədədlər də 2-nin qüvvətində yazılmır. Məsələn, tutaq ki, mən yazdım 27 ədədidir. Bəli, 27 2-nin qüvvətində yazılmır. Bəs o zaman nə edirik? O zaman 27-dən sonra gələn ədədlərin içində 2-nin qüvvətinə yazanı axtarırıq. Məsələn, 2 üstü 27 4. yazılmır, 28 gəlir, 29 gəlir, 30 gəlir. Heç biri yazılmır axı. İlk yazılanı tapana qədər axtarıram da. 31 Bəli. də yazılmır. 32-ni tuturam. 32 yazılır axı. 32 nə qədərdir? 2 üstü 5-dir. Deməli, onda belə olanda özündən sonra gələn və ilk 2-nin qüvvətinə yazılan ədədin qüvvətinin özünü götürürəm. 5 bit. Ta üstünə 1 gəlmirəm. 2-nin qüvvətinə yazılanların üstünə 1 gəlirəm. Yazıla bilməyənlərin ilə qüvvətin özünü götürürəm müəllimə. Aydındır? Bəli, müəllim. Məsələn, 176 ədədi. Deyir, nə qədər yaddaşda yer tutur? 176 2-nin qüvvətinə yazılmır. 176-dan sonra gələn ilk 2-nin qüvvətinə yazılan ədəd neçədir? 100 256. olacaq. 250. 256. Bu da 2 üstü 8 olduğuna görə yaddaşda nə qədər yer tutar? 8 bit. Hı Yəni hı. mən 176 ədədini onluq say sisteminə, ikili say sisteminə çevirsəm 8 rəqəmli ədəd alacam. Məsələn, 93 ədədi. 93 2-nin qüvvətinə yazılmır. Özündən sonra gələn ilk 2-nin qüvvətinə yazılan ədəd tapıram. Bu 128 ədədidir. Çünki 93-dən 128-in özünə qədər 127 də daxil olmaqla heç bir ədədi 2-nin qüvvətinə yazma olmur. 128-i yazma olur. Bu 2 üstü 7-dir. O zaman nə olar? 7 bit olar. Aydındırmı? Bax, Bəli, müəllim. burada tapa bilərsiniz. Əgər tapmaqda çətinlik çəksəniz, onda həmin ədədi ikili say sisteminə bölün, neçə rəqəmli qalıqla ikili say sistemində rəqəmlərin sayını tapın, hərəsini bir-birindən götürün. Bunu da belə edə bilər. Aydın oldu müəllimə? Bəli, müəllim. Nə aydın olmadı? Yox, hələ ki yaxşıdır. İnş Aydındır müəllim. İnşallah. Bizim inşallah sabah da dərsimiz var, düzdürmü? Hə, sabaha var. Görək. Sabah qoşularam da yəqin ki, İnşallah. inşallah. Ee, İnşallah siz sabaha qədər vaxt eləyib testlər tapıb işləyə bilərsinizmi? Yoxsa hələ sabahda keçək sonra işləyərsiniz? Necə istəyirsiniz? Yox, müəllim, indi elə ki sabah öyrənərəm bunu. Elə say sistemlərini öyrənərəm. Testdə kitablarım var. Kitablarımdan işləyərəm, görək. Şeydən də var da, masterdən. Mən sizə atmışdım ya, master nömrə 1. Bəli, Orada da var. Elə oradan da işləyə bilərəm. inşallah. Vaxtımız azalır. Bugünü yekunlaşdıraq. Bəli, müəllim, bəli. Hə, bəs Sağ nə demək? olun, gecəniz xeyrə qalsın. Təşəkkür edirəm sizə. Sağ olun. Xeyrə qarşı Sağ olun. qaparsınız Sağ müəllim. olun. Sağ olun.